Hər kəsə salam. Ümid edirəm ki, səsim sizə yaxşı gəlir. Çünki mikrofonum da ara yerdə xarab oldu. Amma yenə də bu sizlə danışmağım üçün, bu video üçün bir maneə olsun istəmədim. Uzun bir müddətdir niyə yoxam və imtahan ərəfəsində niyə sizlərin burada yanında ola bilmədim, bunu açıqlamaq istəyirəm öncə. Açığı bu videonu çəkmə cəsarətini də sizdən almışam. Çünki mənə çox mesajlar yazırdınız ki, niyə buraxılışla əlaqəli bir video çəkmirsiniz, niyə blog proqramı hələ də elan olunmur və s. Odur ki, mən qərar verdim ki, bu videonu çəkim və sizinlə danışım. Bir müddət öncə valideynimi itirmişəm və bu biraz hər şeyi dayandırdı deyə bilərəm. Əslində bir növ dayandırmağa da davam eləyir, amma həyat deyəsən doğrudan da davam eləyir və bu çox pis hiss elətdirir həyatın buna rəğmən davam eləməkdə olmağı. Amma burada çox bu barədə danışıb sizi də bununla doldurmaq istəmirəm. Odur ki, mən birbaşa mövzuya keçmək istəyirəm. İmtahanlarınızla bağlı sizinlə danışmaq istəyirəm və həmçinin blog proqramı haqqında da məlumat vermək istəyirəm. Deməli, ilk öncə hər birinizi imtahanlar keçirdiyiniz üçün təbrik eləyirəm. Çünki bu həqiqətən də gözlənmədik nəticələndi bizim imtahan prosesimiz və suallar, düşən sualların çətinlik dərəcəsi, səviyyəsi. Odur ki, hər birinizi buna görə təbrik eləyirəm. Hansı ki, imtahan vərəqində ilk o sualları görəndə çox güman ki, hər biriniz biraz, necə deyərlər, həyəcan keçirtmişsiniz ki, bu nədir, gözlədiyimiz bu deyildi və s. və ilaxirə. OTK-nın son sınaqlarının da bu qədər asan olması əslində şübhə doğuran bir şey idimi, deyildimi deyə bilmərəm. Çünki şəxsən mənim özümdə heç şübhə doğurmamışdı. Daha da düşünürdüm ki, ola bilər də 2023 mətnlərindən sonra digər imtahanlar arasında, məsəl üçün zona imtahanları arasında elədikləri, qoyduqları fərqlərdən sonra düşündüm ki, artıq bu il heç olmasa belə bir şey eləməzlər. Amma təəssüf ki, oldu bir sıra çətinliklər və bir çox imtahan otaqlarında eşitdiyim qədərilə, ən azından mənim tələbələrimdə belə olub ki, listening mətnləri çox aydın eşidilməyib, hətta qabaqda olan uşaqlar belə bunu deyirlər və bəzi problemlər olub, bir sıra problemlər olub həmin o mətn dinləmə sırasında da. Odur ki, bu imtahanı artıq keçirtdik, yola verdik bir şəkildə, necəsə artıq bunun üstəsindən gəlmiş olduq. İndi cavablar çıxdıqdan sonra əlbəttə ki, biz daha yaxşı biləcəyik bunu, hal-hazırda bilmək olmur. Amma sizə deyəcəyim bir dənə o var ki, artıq bloka fokuslanmaq lazımdır. İndi bayramı yola verdiniz. Bu videonu zaten bayram günü çəkirəm və kəsmədən, doğramadan birbaşa yəqin ki, yükləyəcəm kanala. Və demək istədiyim odur ki, artıq bayramı da keçirdiniz, yola verdiniz və birbaşa bloka fokuslanın. İkinci şans imtahanı yoxmuş kimi davranın başda. Çünki bilirəm ki, sizi rahatladan bir şeydir bu ki, artıq ikinci şansa hazırlaşaram, eybi yox, buna çox fokuslanmayın və s. və ilaxır. Amma bu belə deyil. Siz birinci şansa həqiqətən də sizin tək yəni yeganə imtahanınız kimi baxmalısınız və onu çox yaxşı bir şəkildə verməlisiniz. Odur ki, sizin indi önünüzdə təxminən 2 ay, birinci qruplarda, 1 və 4-cü qruplarda 2 aydan biraz daha çox vaxt var əllərində. Bu vaxtı da çox yaxşı dəyərləndirməlisiniz və özünüzə, inşallah ki, səsim yaxşı gəlir, heç bunu yoxlamadım. Ümid edirəm ki, yaxşıdır. Özünüzə bir proqram qurun və bu proqramla yaxşı bir şəkildə başlayın birinci şansa hazırlaşmağa və ikinci şans dediyim kimi yoxmuş kimi davranın. Deməyin ki, okey, proqramı elə qurum ki, ikinci şansa qədərlik bir proqram olsun, birinci şansa da prosto elə belə girərəm imtahana. Yox, belə eləmirsiniz. Konkret bir şəkildə həmin ilk imtahan gününüzə qədərlik bir proqram qurursunuz və hazırlaşırsınız. Buraxılış zamanında yəqin ki, çoxunuz blok fənlərinə bir müddət ara vermişsiniz. Ona görə onları toparlamaq biraz çətin olacaq. Ona görə birinci nə inirsiniz? Birinci qəşəng bir dənə təkrar gedirsiniz. Həmin o itirdiyiniz mövzuları
qəşəng öyrənirsiniz. O pişi bir dənə də bütün mövzuları da başdan təkrar gedirsiniz. Bu təkrarı qısa çəkməsi üçün necə eləyə bilərsiniz? Sınaqlar üzərindən gedə bilərsiniz, mövzu sınaqları ilə işləyə bilərsiniz və ya xülasə dəftəri heç yazmamısınızsa indiyə qədər həmin fənlərdə xülasə dəftəri yazaraq gedə bilərsiniz və yazmısınızsa da xülasə dəftəri indiyə qədər yenidən onu yazmağa başlaya bilərsiniz. Bu yaxşı təsir eləyir. Ümumiyyətlə yazmaq hər zaman yaxşı təsir eləyir. Ola bilər ki, kimlərinsə bu barədə taktikası fərqlidir. Amma hardasa faizlə deyə bilməyəcəm, dəqiq olmaz yəqin ki, amma bir çox insanda yazmaq yaxşı təsir eləyir. Yadda saxlamağa. Yazmaq bir də öyrətmək kiməsə. O səbəbdən mən həmişə deyirəm ki, partnerlə işləyin. Tutaq ki, A uşaqda, yəni A-da tarix zəifdirsə, B-də tarix güclüdür, amma riyaziyyat zəifdirsə, A-da da tarix zəifdir, amma riyaziyyat güclüdürsə, bu güclərinizi birləşdirirsiniz. Biri o birinə digər fənni öyrədir, onun zəif olduğu fənni ya da sən zəif olduğu onu öyrədirsən. Axır ki də, yəqin ki, mənə başa düşdünüz. Zəif olduğunuzu öyrətməyə çalışın. Əsas məsələ odur. Bundan əlavə partner dediyim kimi önəmlidir. Bizim partner qrupumuzda var WhatsApp-da. İstəsəz, düzdür, hal-hazırda çox aktiv istifadə edilmir tələbələr tərəfindən. Çünki hər kəs öz partnerini tapdı və çıxdı. Yəni çıxdı dediyim, yazmamağa başladı qrupa. İstəsəz oradan da tapa bilərsiniz. Kanalın postlar hissəsində, YouTube kanalımın postlar hissəsində həmin WhatsApp kanalının linki var. Oradan qoşula bilərsiniz və özünüz haqqında yaza bilərsiniz, beləcə partner tapa bilərsiniz. Və ümumiyyətlə bütün həm proqramlar haqqında məlumat üçün, həm digər bütün məsələlər üçün də Instagramda mentorly.az açıqlama hissəsində qeyd eləyəcəm hesabın adını. Oradan izləyin bütün məsələləri, çünki artıq şəxsi səhifəmdə bunları paylaşmağın doğru olacağını düşünmürəm. Həmçinin mənə şəxsi səhifəmdən gələn müraciətləri də cavablaya bilmirəm. Ancaq mentorluqda, yəni bütün nə sualınız varsa, nə ilə bağlı köməyə ehtiyacınız varsa, mentorluğa yazın. Aşağıda qeyd eləyəcəm səhifəni. Daha sonra dediyim kimi birinci qəşəng bir təkrara başlayırsınız blok imtahanına. Daha sonra partner olsa yaxşı olar. Mövzuları ona izah eləyib gücləndirə bilməyiniz üçün. Bundan əlavə olaraq nə edirsiniz deməli? Yuxu rejiminizə diqqət edirsiniz və vitaminlər üçün doğru bir zaman dilimi deyil, bunlara daha çox payızda edilir. Amma indi də vitamin əvəzləyicisinə ola bilərsə, onları istifadə edə bilərsiniz, günəş işığına çox çıxa bilərsiniz. Məsələn, mənim hal-hazırda olduğum məkan, özümü yaxşı hiss eləmədiyim zamanlarda bura gəlirəm və həqiqətən dərman kimi gəlir adama, çox yaxşı hiss elətdirir, özünüzü toparlamaq üçün əla bir fürsətdir bura. Nəyə baxırsan? Çox geniş bir ərazi. Botanika bağından danışıram, Mərkəzi Nəbatət bağı. Yəni, burada da gəlib dərslərinizi burada da oxuya bilərsiniz, dincəlmək üçün də bura gələ bilərsiniz və sadəcə mənim kimi meditasiya eləmək üçün də bura gələ bilərsiniz. Yaxşı hiss elətdirir. Bura olmasın və ya da yəni dediyim kimi də dincələ biləcəyiniz yerlərə gedin, dərslərinizi fərqli yerlərdə oxuyun, amma diqqətinizi dağıtmayacaq yerlər olsun təbii ki. Və həyatdan tam izolyasiya olunmayın. Həyatdan tam izolyasiya olunmaq hər kəsdə eyni nəticə göstərmir. Bəzilərimizə yaxşı təsir edir, biz həqiqətən dərsimizi yaxşı oxuyuruq. Bəzilərimizə heç yaxşı təsir eləmir, çünki həyatdan geri qaldığımızı düşünürük və bu imtahanın bizi, yəni həyatdan geri qoyan bir şey nə qədər bizim xoşumuza gələ bilər və biz ona nə qədər həvəslə yanaşa bilərik? Heç. Ona görə həyatdan özünüzü geri qoymayın, əgər xarakterinizə bu uyğun gəlmirsə. Yəni əylənməyinizdə də olun, dərsinizi də oxuyun, hamısını paralel şəkildə bir yerdə eləyin. Daha sonra imtahanda dediyim kimi gözlənmədik olduğu üçün, yəni biz bunu bu qədər çətin deyildi əslində. Sadəcə bəzi nüanslar var idi ki, hansı ki onlar olmamalıydı. Yəni dediyim kimi bundan qarşılaşandan sonra əslində blok sizə daha rahat gələcək. Deyin ki, nə baxımdan? O baxımdan ki, gözlənmədiyiniz şeyi burada yaşamış oldunuz. Artıq blokda belə bir şey olmayacaq. Nə qədər çətin olsa belə ki, inanmıram buraxılışdan sonra onu da çətin eləsinlər. Amma olsa belə, siz artıq bunu gözləyirsiniz onsuz da. Ona görə inanmıram ki, blokda çox həyəcan keçirdəsiniz. Və bunu düşünürəm ki, bizim lehimizə oldu buraxılışın biraz çətin olmağı. Bloka çox yaxşı hazırlaşmalısınız uşaqlar. Yəqin ki, ballar düşəcək. Yəni, bu sehir deyil, sir deyil. Çox güman ki, düşəcək ballar. Düşməsə belə, çox tərpənməyəcək, çox oynamayacaq. Ona görə başqa nə deyəcəkdim sizə? Həyəcan məsələsini vurğuladım.
Düşünürəm ki, başqa deyə biləcəyim bir şey yoxdur. Bir də proqram haqqında məlumat verim, çünki çox soruşursunuz onu məndən. Proqram ötən illərdə bizdə bilirsiniz ki, blok proqramı 2 ay müddətində irəliləyirdi və biz 1 aya bütün mövzuları bitirirdik, keçib. Növbəti 1 ay ərzində isə sırf həmin o mövzuları bir də sürətli şəkildə üstündən keçirdik. Yəni əslində bizə 1 ay kifayət eləyir. 1 ay tam yox, hardasa bir 40 gün kifayət eləyir. Bütün mövzuları başdan yaxşı şəkildə öyrənə bilməyimiz üçün. Odur ki, yəqin ki biz artıq aprelin ortasından, yəni 10-undan sonra, hardasa 10-15 ərəfələrində ya 20-sinə qədər bu ərəfədə konkret tarix dəqiqləşməyib bölüşəcəm. Proqramı yenidən başladacağam. Çünki sizə verdiyim sözlər var. Hansı ki, onları tutmalıyam. Sizi yarı yolda buraxa bilmərəm bu periodda. Ona görə də özüm tədris eləməsəm belə, mütləq bizim müəllim komandamız sizin yanınızda olacaq blok proqramı müddətində. Proqram haqqında ətraflı məlumatı və qeydiyyat linkini yəqin ki, aprelin əvvəli, yəni bu bayram tətili bitən kimi paylaşacağam. Ora qoşula bilərsiniz rahatlıqla. Yəni Instagramda paylaşacağam bunları. Instagrama o səbəbdən abunə olun ki, mən orada paylaşdıqda, bir də bu mövzuda video çəkməyəcəm burada yəqin ki, yəni proqram mövzusunda. Çünki artıq başqa mövzulardan danışmaq istəyirəm. Necə hazırlaşa bilərik və s. ya da universitetlər haqqında videolar falan bunları çəkəcəm. Burada yalnız shorts şəklində paylaşa bilərəm. Ona görə Instagrama abunə olun. Orada paylaşacağam hər şeyi və indidən artıq oraya yaza bilərsiniz sizin üçün nə maraqlıdır, proqramda necə olacaq və s. və ilaxirə. Belə, biz proqramda bütün mövzunu əhatə eləyəcəyik. Həmçinin psixoloqla yenə də görüşəcəksiniz. Buraxılış proqramında oldu psixoloq görüşümüz. Sadəcə onu paylaşa bilmədim burada, amma videolarını çəkmişəm. Burada paylaşacağım onu da shorts hissəsində. Instagramda da paylaşacağım. Desən orada paylaşmışam. Xatırlamıram. Yəni ki, belə, psixoloq görüşü çox effektiv olacaq sizin üçün də. Düşünürəm, buraxılış imtahanında da elə oldu, buraxılış qruplarında da elə oldu. Daha sonra deyəcəyim çox bir şey yoxdur. Amma proqram haqqında danışırdıq, üzrlü sayın. Proqramda dediyim kimi bütün mövzunu başdan təkrarlayacağıq. Mentor dəstəyimiz olacaq davamlı olaraq. Və düşünürəm ki, burada artıq təkcə sınaqlar üzərində yox, həmçinin onlayn dərslər də eləyəcəyik. Yəni müəllimlər sizə mövzuları xülasələşdirib izah eləyəcəklər onlayn dərs şəklində, canlı şəkildə. Çünki bütün proqramlardan çıxartdığım, təşkil elədiyim proqramlardan çıxartdığım nəticələrə əsasən sizin üzərinizdə mütləq belə bir tələb eləyən göz olmalıdır. Sınağa öz başına işləm. Çox sınaq qrupları var, çox sürət qrupları var və bunların hamısından bizi fərqləndirən şey bizim tələbələrin üzərində mütləq müəllimlərin olmağıdır. Yəni, mütləq tələb olunur. Sınaq atdıq, həmsə işləyin, haçan işləyərsiniz, göndərərsiniz ya da göndərməyin özünüz verirsiniz. Belə şey yoxdur. Çünki tələbə də, ümumiyyətlə bütün müəllim nə üçün lazımdır? Bunu hər kəs bilir də. Heç kim müəllim yanına atom parçalamaq üçün getmir. Evdə eləyə bildiyimiz şey üçün zaten biz müəllim yanına gedirik. Sadəcə müəllim niyə lazımdır? Niyə bizim bir necə deyərlər, öyrədənimiz olmalıdır. Çünki bizdən bir kimsə bunu tələb eləməlidir. Müəllim bir bələdçi kimidir. Hər zaman müəllimin əməyini qətiyyən mən balacalaşdırmıram. Heç vaxt belə bir şey eləmərəm. Çünki özüm də bir tədrisçiyəm. Mən quşlardan qorxuram. Amma burada bir quş var hal-hazırda. İnşallah aşağı düşməz. Yəni müəllimlərin əməyini əsla kiçikləşdirmirəm. Belə bir şey mümkün də deyil onsuz. Deməyim odur ki, müəllim onun üçün şərtdir ki, sizə bələdçilik eləsin, bələd olsun, yəni sizədən tələb eləsin. Sizin görəcəyiniz işləri, işləyəcəyiniz sınaqlara, öyrənəcəyiniz mətinləri, sözləri və s. Bizim sınaq qruplarında məsələn söz öyrənmək deyə bir şey yox idi. Çünki sadəcə sınaq qrupu idi. Amma mən uşaqları onlayn dərsə qoşub sözləri soruşurdum onlardan, sözləri öyrətdirib soruşurdum. Çünki heç kim tələb eləməyəndə bu uşaq eləmir. Bunu valideyn də bilir, uşaq özü də bilir ki, tələb eləməsə heç kim o bunu eləməyəcək. Odur ki, bizim qruplarda daim sizdən bu tələb olunur və digər sürət qruplarından bizi fərqləndirən şey də budur. Yəni, ad çəkməyəcəm, amma ən məşhur qruplardan tələbələr çıxır və bizim proqramlara gəlir. Səbəbi də odur ki, sadəcə sınaq atılır, heç kim bizim işləyib işləməməyimizi izləmir, 100 dənə sınaq atırlar, yükləyirlər və s. Yəni, bütün bunlardan eşitdiklərimə və öz qruplarımda da təcrübə elədiklərimə əsasən
Bu ilki blok proqramı çox qəşəng bir sistem üzərində qurulub. Plan zaten hazırdır artıq. Sadəcə elan eləmək üçün araya bəzi məsələlər daxil oldu. Bəzi gözlənməyən hadisələr baş verdi mənim həyatımda. Odur ki, paylaşa bilmədim, amma plan hazırdır. Sadəcə müəllimlərlə danışılacaq, bəzi fən müəllimləri ilə danışılacaq məsələlər qalıb və qalanda hər şey bəli hazırdır. Dediyim kimi, proqramda iştirak eləyə bilərsiniz. Tövsiyə eləyirəm, 100% tövsiyə eləyirəm. Çünki artıq məsuliyyəti biz demək olar ki, 50% öz üzərimizə götürürük. Sizdən tələb eləməyin məsuliyyətini və imtahana hazırlaşmağın ağırlığını, o hissi biz öz üzərimizə götürürük və 50%-ni. Və dediyim kimi, artıq siz daha rahat hiss eləyə bilirsiniz o periodda. Çünki daim bir həm mentorunuz var, həm də hər fəndən, hazırlaşdığımız fəndən bir komanda yoldaşımız var deyə bilərik. Buna partnerlərimiz də aiddir təbii ki, amma müəllimlərimizdən də söhbət gedir. Çünki bizim komandada müəllimlər gənc müəllimlərdir. Öyrənməyi və öyrətməyi sevən insanlardır. Hər kəs yoxdur bizdə, yəni. Yəqin ki, izah eləyə bildim nə demək istədiyimi. Belə, imtahanlarla bağlı və ya proqramlarla bağlı nə kimi sualınız olsa, nə soruşmaq istəsəz, mənə yaza bilərsiniz. Instagramdan yaza bilərsiniz, bu videonun komentar hissəsinə də yaza bilərsiniz və sizdən, əgər bura qədər izləmişsinizsə, düşünürəm sizdən bir xahiş eləyə bilərəm. Bu videonu paylaşmağınızı xahiş eləyəcəm, çünki proqramda da, həm də kanalda da paylaşılanları hər kəsin görməyini istəyirəm, maksimum abituriyentlərə çatmaq istəyirəm. Çünki ixtisas seçimində də sizi tək buraxmaq istəmirəm. Orada da mütləq mən yanınızda olmaq istəyirəm və proqramda iştirak eləməyinizi də çox istəyirəm. Həm bizim müəllimlərimizin baxış bucağından ki, onlara da həm həvəsli olmaqları üçün çox tələbi olmağı effektiv olur. Həm sizin özünüz üçün çox olduqda effektiv olur. Bir-birinizlə danışırsınız, bir-birinizə öyrədirsiniz. Mənim o qədər xoşuma gəlir ki, qrupda bir şey izah eləyəndə uşaqlar da bir-birlərinə yazırlar. Mənim cavab verməyimə heç ehtiyac qalmamış, o birisi tez yazır falan. Bunlar çox qəşəng şeylərdir. Həmçinin də proqramda iştirak eləyəndə siz artıq bütün mövzuları bizlə bir yerdə təkrar eləmiş olursunuz və hazırlığa getməyən uşaqlar üçün belə çox effektivdir. Çünki bütün proqram, məsəl üçün 3 fənnə hazırlaşırsınız da blokda. Hazırlaşdığınız həmin o 3 fənnin qiyməti hardasa bir fəndən hazırlığa getdiyiniz müəllimin qiymətinə olur. Odur ki, çox effektiv olduğunu düşünürəm proqramın sizin üçün. Həm maddi cəhətdən, həm də digər məsələlər bu məsuliyyət olsun, hər 3 fəndən gənc müəllimlə danışma fürsətiniz olsun, mentor olsun və ən önəmlisi psixoloq olsun. Və proqramda iştirak edən tələbələrin ixtisas seçimini mən özüm eləyirəm, ödənişsiz şəkildə. Odur ki, belə. Ümid edirəm bu video sizin üçün faydalı olar. Növbəti videolarda çəkməyə çalışacağım zamanla. İzlədiyiniz üçün həqiqətən təşəkkür edirəm. Sağ olun.